Ya Allah, Ya Allah, Ya Allah, Ya Allah, Bismillah. 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 Girdim Adem cismine, kimse ne bilmez sinini. Ben bu Beytullah içinde ta ezelden var idim. Bu eser daha önce yazılmış olan Fatihler Səltənəti əsərinin davamıdır. Hadisələri, obrazları daha yaxşı anlamaq üçün məsləhətdir ki, digər əsəri də əldə edəsiniz. Əsər, görkəmli Azərbaycan yazıcısı Fərman Kərimzadənin Xudafərim Körpüsü romanının motivləri əsasında tarixi faktlar və müstəqil yazar təxəyyülünün məhsulu olaraq meydana çıxmışdı. Əsərin yazılma məqsədi milli ideologiyamızın, tariximizin və dövlətçilik ənənələrimizin təbliğidir. Samur çayı yaxınlığında Quryan kəndi. Günorta günəşi meşənin üstündən qızılı pərdə kimi süzülür. Samur çayının səsi uzaqdan, sanki torpağın dərinliyindən gəlirmiş kimi ağır-ağır eşidilir. Atlının nallarından qalxan toz işığın içində rəqs edir. Qızılbaşların qırmızı döyüş bayraqları küləkdə asta-asta dalğalanır. Təpə üstündə Şeyx Heydərin dəstəsi. Şeyx Heydər atını saxlayır. Üzünü günəşə çevirib baxır. Baxışlarında həm düşüncə, həm də hüzün var. Ətrafındakı müridlər sükut içində dayanırlar. Burada düşərgə salacaq. Xəbər verin, çadırları qursunlar. Hüseyin bəy Şamlı atını irəli çəkir. Alnındakı tər damlasını silir. Şeyxim, neçə gündür gecə-gündüz yol gəlirik. Dərbəndə az qalıb. Çayı keçib o tayda çadır qursaq necə olar? Əvvəla, bu yer açıqdır. Fərrux Yasar yuxarıdan hücum etsə, vəziyyətimiz pis olar. Şeyx Heydər bir anlıq susur. Gözlərini uzaqlara, çayın parlayan səthinə dikir. Sonra qəfil bahar bulutu kimi dolur. Atdan düşür, Hüseyin bəyi qolundan tutur. Hüseyin bəy,
Şeyx Cüneydin qəbrini ziyarət eləməyək. Hüseyn bəy başını yüngülcə əyir. Buradadır şeyxim. Quryan kəndində. Atlarını kəndin dar yollarına sürürlər. Meşənin içində quşlar sükutu pozur, çayın səsi daha aydın eşidilir. Kənd evlərinin divarlarında qurumuş palıcıq, təzə yapaları və torpaqdan qalxan sərin rütubət qoxusu duyulur. Kəndin mərkəzi günlük təsadüf. Kəndin ortasında, divar dibində bir neçə ağsaqqal oturub. Qızılbaşları görəndə qalxırlar. Ən yaşlısı ağ səqqallı, günrah bir qoca irəli çıxır. Şeyx Heydərin atının yüyənindən yapışır. Qonağımız olmasanız, buraxmarıq ağa. Düşün atdan. Şeyx təvazu ilə gülümsüyür. Sağ ol əmi. Bir işimiz var. Elə o işin xatirinə gəlmişik. Kömək eləsəz, qonaqlıq sizindir. Buyurun qonağımız olun bala. Sizin kimi igidlərin ayağı bizim torpağa bərəkətdir. Burada bir Şeyx Cüneyd qəbri var. Onu bizə nişan verərsiniz. Qocanın baxışlarında ani bir parıltı yaranır. Sanki xatirələrinin dərinliyindən çıxan bir alov onu pürüyür. Niyə nişan vermir oğul? Buyurun. O bir igid insan idi. Ərdəbildən gəlmişdi. Mən o zaman lap gümrah idim. Bax, o aşağıda çayın kənarında vuruş oldu. Amma deyəsən vuruşmağa gəlməmişdilər. Şah qoşunu ilə qarşılaşdılar, hamısı qırıldı. 30 nəfər ancaq qalmışdı. Yaz idi, samur daşmışdı, su da gür idi. Amma o 10-15 nəfərlə çayı keçdi. Qoca danışdıqca onun səsi ilə sanki keçmişin səsləri bu günün içində canlanır, şeyxin təsəvvüründə Cüneydin döyüş səhnələri bir anlıq görünür. Alovlar, çayın qızılı dalğaları, qılınc səsləri, qırmızı geyimli döyüşçülərin silvetləri, qoca susur, sükutda yalnız çayın səsi qalır. Şeyx Heydər başını aşağı salır, dərin düşüncəyə qərq olur. Qoy bu torpaq onların şəhadəti ilə müqəddəsləşsin. Samur çayı sükunətlə axır. Günəş batır, alov rəngli işıq Şeyx Heydərin üzünə düşür. Sanki taleyin özü bu sükutu izləyir. Şirvanşah sarayı, gecə. Sarayın böyük eyvanı ay işığına qərq olub. Uzaqdan dalğalanan sancaqların kölgəsi divarlara düşür. Yuxarılarda bayquşların səsi eşidilir. Şirvanın daş qalasından baxanda qusar tərəflərdə alov kimi qırmızı işıqlar görünür. Orada düşərgə salan Səfəvi müridlərinin tonqallarıdır. Şirvanşah Fərrux Yassar başında zirehli dəbilqə, qılıncı belində sarayın həyətinə çıxır. Havanın sərinliyi onun nəfəsini ağ buxara çevirir. Arxasınca qaranlıqdan vəzir Sasankey Xosrov çıxır. Uzun qara xalatda gözləri parıldayan, ağıllı və hiləgər adam. Qusarın o başında, Samurun o tayında tonqallar yanır. Hər tonqal bir mürid deməkdir, hər alov isə bir təhdid. Şeyx Heydər Dərbəndə gedir deyirlər, amma mən bilirəm. O tək Dərbəndə yox, eyni zamanda Şirvanın qəlbinə gedir. O əgər Dərbəndə zəfər çalsa, böyük bir güclə Şirvana gələcək. Hökümdar, Şeyx Heydər dua ilə gəlmir. Onun duasının içində qılınc gizlənir. Əgər bu gecə Samurun o tərəfində dua oxunursa, sabah burada qan axacaq. Mən hər gün casuslardan xəbər alıram. Deyirlər müridləri kəndlərə toxunmur, hər şeyi satın alırlar. Bu adi yürüş deyil, bu artıq nizamlı ordudur. O nizamı ancaq dövlət qurmaq istəyən yarada bilər.
Əgər biz dövlət qurmaq istəyiriksə, onu burada, Şirvanda dəfn edərik. Sizin əmrinizlə mən artıq Təbrizə xəbər göndərmişəm. Onlar da gözləyir. Amma Sultan Yaqubun düşüncələri deyəsən dəyişib ha. Şahım, deyirlər o Ərdəbilə rəhmətlik atası Uzun Həsən kimi baxır. Əgər o Şeyx Heydərə rəhm edərsə, biz demək olar ki, iki cəbhədə döyüşəcəyik. Rəhim dövlətin sonudur Sasan. Mənim torpağıma girənə mərhəmət yoxdur. Sultan Yaqub bu dəfə də tərəddüd edərsə, mən Şirvanı tək başına da olsa müdafiə edəcəyəm. Amma bu Şeyx Heydərin içində başqa bir ruh var. Onun baxışlarında bir cünun görürəm. O ruhu söndürmək yolu onu öldürmək deyil, içindən yandırmaqdır. Hökümdar, təklif edirəm ki, Şeyx Heydər Dərbəndə doğru yola çıxmışkən, biz də öz cəsuslarımızla Ərdəbilə hücum edib onun oradakı asali müridlərini öldürə və ya ailəsini əsir ala bilərik. Yox, Sasan, yox. Mən o qədər murdar bir hərəkət edə bilmərəm. Əgər şeyx bizim xainliyimizdən xəbər tutarsa, bütün şiyələri üstümüzə qaldırar. Onda biz duanı bitirməmiş bizim üçün ölüm gələcək Sasan. Fikrini bəyənmədim. Başqa bir şey fikirləş. Tapdım şahım, tapdım. Şahım, madem Şeyx Heydərin nüfuzu şiyələr arasında böyükdür, onda biz də bundan ona qarşı istifadə edək. Buyur. Necə? Əgər Şeyx Heydərin İslam adına deyil, yalnızca şiyəlik üçün, məzhəbinin nüfuzunu artırmaq üçün şimala üst tutduğunu bütün ölkədə yaysa, o zaman sünnilərin çoxluq təşkil etdiyi bütün bölgələrdə ona qarşı nifrət yaranar. Afərin Keyxosrov ağa, afərin. Alınla min yaşa. Sultan Yaqub atası kimi dini ayrı seçkiliyə qarşıdır. İslamın bütöv bir şəkildə qalması üçün atası qədər onun da addımlarını çox eşitmişəm. Şeyx Heydərin şiyəliyi sünnilikdən üstün sayması, buna görə səfərə çıxması ölkədə yayılarsa, bir müddət sonra Sultan Yaqub da şeyxə düşmən olar. Şiyələr içərisində cəsuslarımız var, şahım. Onlar üçün qabaqcadan illər öncə yerləşdirmişik. Kimdir onlar? Taciklər, Farslar, əzi qeyri-etik millətlərin nümayəndələri. Bu çox təhlükəli oyundur Sasan. Ehtiyatlı olmaq lazımdır. Yoxsa Şeyx Heydəri gözdən salmağa çalışarkən bir də əcnəbi millətlərin burada dövlət qurmaq arzusuna rəvac vermiş olmayaq. Hökümdarım, siz narahat olmayın. Hər şey mənim nəzarətimdədir. O zaman başla. Amma bu savaşda qılıncdan çox ağıl işləyəcək. Təbrizə isə bir daha xəbər göndər. Əgər ağ qoyunlu yenə tərəddüd edirsə, demək biz öz tərəfimizi seçdik, torpağımızı. Torpağını sevən hökümdar heç vaxt uduzmaz. Şahım, siz tarix yazırsınız. Mən də sadəcə sizin nökərinizəm. Fərrux Yassar saraya daxil olur. Sarayın eyvanından çıxıb sükut içində Qusar tərəfə baxır. Uzaqda tonqallar hələ də yanır. O da qəzəblə taxtına doğru gedir.